إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد İlk öncə Allah Azze ve Celle'ye həmd edirik ki, Allah Azze ve Celle bizi daha xeyirli bir məclisdə bir araya getirdi. Və bundan dolayı Allah Azze ve Celle'ye həmd edirik. Və sonra Allah Azze ve Celle'den isteyirik ki, Allah Azze ve Celle bizi Ramazan ayına yetiştirip sağ salim bu Ramazan ayından çıxardığı kimi bizim günahlarımızı da bağışladığı qullarından etsin. Allah Azze ve Celle bizim burnumuzu yere sürtüldüğü kimselerden etmesin. Ve sonra əziz müsəlmanlar, bu günləri mühüm olan məsələlərdən birisi qulun sadiq olmasıdır. Allah Subhanahu ve Teala buyurur ki, Ya eyyühəl-ləzînə âmenuttaqullâhe və qûlû qavlən sədîdə. Ey iman gətirənlər, sədid olan sözü danışın. Yəni doğru olan sözü danışın. Peyğəmbər sallallahu aleyhi və səlləm hər xütbəsinə çıxdığı zaman insanlara xatırlatmış olduğu şey doğru sözü danışmaqdır. Sədid olmaqdır. Alimlər deyirlər ki, sədid olmaq o şeydir ki, insanın danışmış olduğu şeylərlə içi ilə çölünün eyni olması. Yəni dolayısıyla nə gəldi danışmaması. İnanmış olduğu şeylərə danışması. İnanmış olduğun şeyləri danışanda. Mütləqdir ki, insanın başına imtihan gəlir. Allah Subhanahu ve Teala sadiq olanları və yalancı olanları imtihan vasitəsi ilə Allah Azze ve Celle bir-birindən ayırır. Təmizlə mundarı, pislə yaxşını, gözəllə çirkini Allah Azze ve Celle bir-birindən ayırır. Və Allah Subhanahu ve Teala'ya qarşı sadiq olmaq, Allah Azze ve Celle'ye qarşı sadiq olmaq, biz bunu sahabədə görə bilirik. Sahabə necə Allah Subhanahu ve Teala ilə sadiq idi. Necə onlar Allah ilə araları qüvvətli idi. Qulun ilk üzərinə vacib olan şey Allah ilə sadiq olmaqdır. Allah ilə Azze ve Celle ilə sadiq olmaqdır. Baxırıq, görürük ki, Allahla sadiq olmaq, Allahla doğru olmaq, necə Peyğəmbər sallallahu aleyhi və səlləm bilirsiniz, məşhur hadisədir. Allah yolundan geri qalan insanlardan salamı kəsmişdi və əshabı da salamı kəstirmişdi. Onlardan biri Kəb radiyallahu anhu idi və digər insanlar. Kəb radiyallahu anhu və onunla bərabər 3 nəfər sahabəni digər insanlardan ayırt edən şey onların sıdqı idi, doğru sözlü olması idi. Sədid olan sözü danışmaları idi. Yəni içləri ilə çölləri eyni idi. Onlar deyəndə ki, ya Resulallah, biz bu səbəbdən dolayı geri qaldıq, doğru danışırdılar. Fəqət buna rəğmən Allah Azze ve Celle bir vəhiy nazil edənə qədər Peyğəmbər sallallahu aleyhi və səlləm onlardan salamı kəsir. Və baxırıq, görürük ki, onların başına imtihan gəlir. Həmin imtihan nə idi? Allah Resulü sənə salam vermir. Məgər bundan böyük insan üçün nə ola bilər bu həyatda? Resulullah sallallahu aleyhi və səlləmin yanındasan, Allahın Resulü sənə salam vermir. Sahabə sənə salam vermir. Salam kəsilib. Və həmin sahabə Kəb radiyallahu anhu və onunla bərabər olanlar bu durumdan əziyyət çəkirlər. Üzərindən bəlli günlər keçir və sonra Allah Resulü sallallahu aleyhi və səlləm əmr edir ki, gedin ona deyin ki, zövcəsini göndərsin atasının evinə. Təsəvvür edin, salam kəsilib, ikinci gələn imtihan nədir? Ailəsini göndərsin atasının yanına. Və Peyğəmbər sallallahu aleyhi və səlləm əmri ilə həmin sahabə gəlir evdə zövcəsinə deyir ki, hazırlaş, gedirsən atanın yanına.
Allah Resulü sallallahu aleyhi və səlləm belə xəbər göndərib. Sıdqdır, doğruluqdur. Və sonra yenə imtihanların ardı kəsilmir. Başqa bəldələrdən həmin bu sahabələrə məktub gəlir. Deyirlər ki, eşitmişik dostunuz Muhammed sizinlə pis rəftar edir. Bizim yanımıza gəlsə mütləq sizə bir məqam verərik. Sahabə həmin məktubu oxuyur və zırır atır və deyir ki, bu da Allahın imtihanıdır. Baxın, sıdq budur, doğruluq budur. Yolunu dəyişmir. İndi bir dənə müsəlmandan etmiş olduğu fıska görə salamı kəs, gör sənə etmiş olduğu düşmənçiliyin həddi hüdudu var yoxsa yox. Gör həmin insan müsəlmanların safında dayana biləcək yoxsa yox. Bıraq Allahla sadiq olmağı, bıraq müsəlmanları özünə dərd etməyi ki, müsəlmanlar məndən salamı kəsiblər, müsəlmanlar məndən üz çeviriblər. Bıraq bunu. Adamı gör müsəlmanların safında görə bilirsən, yox. Düşmənlərin safına keçdiyini görəcəksən. Ancaq Allahın rəhm etdikləri istisna. Amma sahabəyə baxırsan, sadiqdir, belə bir dərdi yoxdur. Çünki müsəlmanlar onun üçün dəyərli idi o sahabə üçün. Və Allah Azza və Cəllə də onları təmizə çıxardı. Və Allah onları o sıdqından dolayı elə bir şəkildə təmizə çıxardı ki, üzərindən 1400 il, 1500 il keçib, Allah Azza və Cəllə onların sıdqını, onların sadiqliyini dillərə dastan edib. Budur, Allahla sadiq olanda Allah Azza və Cəllə insanı ucaldır. İnsanın yolda başına nə sıxıntı gəlirsə gəlsin, nə imtihan gəlirsə gəlsin, çevirib başına baxmır. Ailəsi getdi, salam kəsildi, Allahın Rəsulü salamı kəsib. Başqa insanlar onlara dostluq təklif edirlər, qəbul eləmir. Allahın imtihanıdır, deyir. Sıdq budur, doğruluq budur. İnsanlarla münasibətdə insan gələ sadiq olsun. Doğru olsun. Əgər insan doğru olmasa, doğru sözlü olmasa, həmin insan dünyada da, ahirətdə də rüsvay bir həyat yaşayacaq. Yəni, dolayısıyla yalancı bir insan, yalan danışan bir insan heç vaxt dünyada və ahirətdə ucala bilməz. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm insan yalan danışa-danışa Allah qatında yalancılardan yazılır, deyir aleyhissalatu və səlam. Necə ərəblərdən birisi deyir ki, yalan deyir, xəstəlikdir, doğruluq isə sadiqlikdir, dəvadır, dərmandır, deyir. İnsan gələ sadiq olsun, danışdığı hər bir sözdə. İnsanlar var ki, yalan danışa-danışa xəstələnir. Xəstəlik nədir? Artırır. Bu günləri əksər insanlar, ancaq Allahın rəhm etdikləri istisna, yalan olub heç bir şey, su içmək kimi bir şey. Yalan olub su içmək kimi bir şey. İnsan yalan danışır. Gözünün içinə baxa-baxa yalan danışır. Müsəlman insandır, qorxmur məgər Allah subhanahu wa ta'alədən. Allah azza və cəllə buyurur ki, mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid. Onun yanında hazır duran mələklər var ki, tələffüz edilən elə bir söz yoxdur ki, onu yazmaq üçün hazır duran mələklər olmasın. Sən təsəvvür elə, hər bir söz yazılır. Həmin o söz yalandırsa, yalanın hesabı var. Yalan danışan insan bu dünyada alçalır. Allah azza və cəllə onu rüsva eləyir. Heç görmüsünüz, yalan danışan bir kimsə izzətli olsun. Yalan danışır, amma izzətlidir. Hamının gözünün içinə baxa-baxa yalan danışır, amma izzətli adamdır. Hamı gələndə ona hörmət edir. Yoxdur belə şey. İnsan yalan danışa-danışa izzətini itirir. Ona görə müsəlman insan bilməlidir ki, yalan həm Allah qatında insanı həlakə aparır, həm də bu dünyada insanı rüsva edir. Müsəlman insan şiddətli bir şəkildə yalandan üz çevirməlidir. Yalan danışmaq böyük günahlardandır. Yalan danışmaq elə bir şeydir ki, insan fərqində olmur. Allahın onu necə günbəgün zəlil etdiyini. Və xəstəlikdir. Bir dəfə yalan danışırsan, 2 dəfə yalan danışırsan, bir də görürsən ki, öz yalanlarına özün inanmağa başlamısan. Xəstəlik artıb. İnsan yalan danışır, öz yalanlarına inanmağa başlayıb. Və bu günləri günümüzdə insanların ən çox yalan danışmış olduğu iki məqam var. Birinci məqam, insanlar ticarətlərində yalan danışırlar. Ticarət edir. Dünyalıq mənfəət əldə etmək üçün 3 manat, 5 manat pul qazanacaq. İnsanın gözünün içinə baxa-baxa yalan danışır. Olmaz, bu xainlikdir. Allah subhanahu wa ta'ala bu kimsələri dünyada da, ahirətdə də rüsva edəcək. O elə bilir ki, o pul qazanır. O elə bilir ki, iş görür. Fəqət həmin o iş dünyada da, ahirətdə də insan üçün rüsvayçılıqdır.
Və bu o demək deyil ki, insan sadəcə böyük məsələlərdə yalan danışanda yalan olur. O qədər kiçik məsələlər var ki. Məsələn, sən bir müdürün yanında işləyirsən. Sənə soruşur ki, niyə 11-də işə gəlmirsən, 10-da gəlməliydin? Deyirsən ki, yolda probka idi. Evdə uşaq xəstə idi. Amma bilirsən ki, elə deyil, 11-in yarısı gözünü açmısan yuxudan. Yalandır. Və insan bəsit görür. Bilmir ki, mələklər yazdı. Çünki mələklər bilirlər ki, sən 11-ə qalmış yuxudan durmusan. Uşaq da sağlamdır. Heç bir probka da yoxdur. Bugün bazar günüdür, unudub. Yalancının yaddaşı olmur axı, necə deyirlər. O bilmir ki, bugün ümumiyyətlə probka olmur. Dünyada da Allah Azza və Cəllə onu alçaldır. Ahirətdə də həmin kimsələr alçalır. Ona görə insan doğru olmalıdır. Başına nə gəlirsə gəlsin doğru. Sıdqla. Çünki sadiqlik insana fayda verəcək. Həm dünyada, həm ahirətdə. Həmin o insanın yanında sənin, çünki qarşıda olan insan uşaq deyil. 1, 2, 3 səni tanıyacaq, biləcək ki, yalancı adamsan sən. Və gec-tez o işdən ayrılacaqsan. Dünyada insanın rüsvayçılığı nədir? Bir gün biri soruşacaq ki, qardaş, bu adam sənin yanında işləyib. Nə tövsiyə edirsən? Deyəcək, yalancı adamdır. 200'lü adamdır. Və belə olduğu təqdirdə insan dünyada alçalır. Ona görə insan istər kiçik, istər böyük, başına nə gəlirsə gəlsin, doğru ol, qazanacaqsan. Doğru olsan adam deyəcək ki, bu doğru danışır. Yalan danışmır. İzzətlənəcəksən. Və insan necə gözəl neymətdir ki, onun üçün bu dünyada o doğruluqla tanınır. Məsələn, deyirlər ki, Elçin, deyirlər ki, sıddıqdır, doğru sözlüdür. Deyirlər ki, Rəşad doğru adamdır, heç vaxt aldatmayıb insanları. Necə insan üçün dünyada da şərəfdir və ahirətdə də şərəfdir. İnsan düşün, deyirlər ki, Əli, Vəli, Əhməd necə adamdır? Kəzzəbdir, yalan danışır. İnsanları aldadır. Təsəvvür elə, ondan sonra sən gəlib müsəlmanların safında duranda, müsəlmanların məclisində oturanda sənə baxanda insanlar sıxılırlar. Necə şərli adamsan sən? Necə pis xislətli adamsan sən? Necə tanınmısan? Və həmin o pis xislət insanların gözündən səni salır. Və insanların gözündən düşmək insanı bu dünyada bu hala salırsa, bir də düşün ki, Allah Azza və Cəllənin gözündən düşmək, Allah Azza və Cəllənin qatında bu qulum yalancılardandır deyilməsi necə insan üçün pis bir şeydir. Həmçinin İslam bizə tək müslümanların bir-birlərinə doğru olmasını əmr etmir. Eyni şəkildə Allah Azza və Cəllənin nur olaraq yer üzərinə nazil etmiş olduğu din, müsəlmanların kafirlərlə olan münasibətində də Allah Azza və Cəllənin dini bunu tələb edir. Qarşındakı dinsiz də olsa, ona xainlik eləmək olmaz. Baxın, mən sizə bununla bağlı bir çox şey danışa bilərəm, amma bir qissə danışacağım. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına sahabələr hicrət edib yol gəliblər. Yolda kafirlər bunların qarşısını kəsirlər və deyirlər ki, hara gedirsiniz? Siz Muhammədə dəstək verməyə gedirsiniz. Adamlar deyirlər ki, biz Muhammədə dəstək verməyə getmirik. Elədirsə sizi buraxaram deyir. Yəni, madəm Muhammədə dəstək verməyə getmirsiniz, o zaman sizi buraxaram gedərsiniz. Və buraxırlar, adamlar gəlirlər Allah Resulü sallallahu aleyhi və səlləmin yanına. Deyirlər ki, ey Allahın Resulü, yolda başımıza belə bir hadisə gəldi. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, gedin evinizdə oturun, gözləyin. Niyə görə? Kafirə verdiyi sözdən dolayı. Kafirə söz verib, Peyğəmbər sallallahu aleyhi və səlləm demir ki, onlar onsuz da kafir idilər, yaxşı eləmişsiniz, o boyda yol əziyyət çəkib gəlmişsiniz, yox. Kafirə vermiş olduğu söz qəbul edir, söz. Ona görə insan, hətta kafirlərlə münasibətdə belə söz veribsə ki, istər böyük, istər kiçik, fərqi yoxdur. Gələ sözünə əməl eləsin. Sözünə əməl eləməsə, həm özünə zərər gətirir, həm də təmsil etdiyi dinə zərər gətirir. Bunun bəsit misalı nədir? İnsanların çoxca etmiş olduğu şey. Bu qədər saqqalla, hicabla, niqabla gəlir, girir dükana. Örnək verirəm, deyir ki, əmoğlu deyir, bu neçədir? 5 manat. Bunu saxla deyir, axşam gəlib götürəcəm. Söz verdi. Və axşam gəlir evə, deyir ki, vallahi mənim ona ehtiyacım yoxdur, deyir. Onsa deyir, bir də mən nə vaxt keçəcəm oradan, deyir. Miskin adamdır. Bilmir ki, qiyamət günü hesab var. Söz vermirsən, təmsil etdiyin dinə zərər gətirirsən. Oysa insanlar güvənirdilər. İnsanlar deyirdilər ki, Muhammed o kimsədir ki, əmin bir kimsədir. Onun yanında olanlar doğru sözlü kişilərdir. Elə tanıyırdılar. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm kafirlərin əziyyəti ilə Məkkədən çıxıb gedəndə belə kafirlərin mallarını gətirir, Əli radiyallahu anhuya verir, deyir ki, ey Əli, haqq sahiblərinin haqqını onlara çatdır. Demir ki, onlar bizə əziyyət eləyiblər.
Onlar bizi incidiblər. Biz də hicrət eləyirik, elhamdülillah, kafirlərin malıdır, götürək gedək. Belə eləmir. Aleyhissalatu vesselam deyir ki, ey Əli, haqq sahiblərinə haqqını çatdır. Fərqi yoxdur, qarşıdakı dinlidir, dinsizdir. İnsan hər kəsə qarşı doğru olmalıdır. Bu Allah Azze ve Celle'nin dininin tələbidir. İstər qarşıdakı dinli, dinsiz, fərqi yoxdur. Demisənsə, axşam gəlib götürəcəm, bəsit görsənə bilər. Bəzi insanlar deyə bilərlər ki, nə kimi önəmi var ki, bunu xütbə mövzusu eləyib adam. Alimlər deyirlər ki, kiçik şeylər böyük şeylərin müqəddiməsidir. İnsan kiçik şeylərlə başlayır və bu böyük şeylərə gedir. Sən elə zənn edirsən ki, o kiçikdir. Kiçik şeylərdə yalan danışan adam 5 dəqiqənin, 3 dəqiqənin, axşamın, gələcəmin, gedəcəmin hesabını aparmayan insanlar, onlar böyük məsələlərdə mümkün deyil ki, sadiq ola bilsinlər. İnsan var ki, deyir ki, gəlirəm, bugün səndən görüşəcəm. Adam işini ona görə ayarlayır. Akşam adam yazır ki, alınmadı qardaş deyir, görüşə bilmədik. 1 gün, 2 gün, 3 gün. Bir var insanın bir səbəbi olsun, üzürlü səbəbi. Bir var ki, bu adamda adət alınıb. Və özü də etiraf edir. Bugünkü ən böyük miskinliklərdən birisi nədir? Adam özü də danışır. Deyir, valla mən məsuliyyətsiz adamam deyir. Təsəvvür edirsən? Allah Subhanahu wa Ta'ala'nın qatında insanın dəyərini itirmiş olduğu bir şeylə adam gülə-gülə danışır. Övünərək danışır. Mən məsuliyyətsiz adamam deyir. Mən sorumsuz adamam deyir. Belə şey ola bilər yəni. Bu insanların həm nə insanların yanında, nə də Allah yanında bir dəyəri ola bilməz. Ona görə insan doğru sözlü olmalıdır. İstər xırda, istər böyük. Söz vermisənsə əməl eləyəcəksən. Bizim hocalarımızdan birinin məşhur bir sözü var idi. Hər zaman deyirdi ki, baxın, kimsəyə deyirdi söz vermək məcburiyyətində deyilsiniz. Yəni kimsəyə söz vermək məcburiyyətində deyilsiniz. Yəni məsələn, sən məni evinə dəvət edirsən. Mən sənə söz vermək məcburiyyətindəyəm, deyiləm. Məndən bir iş tələb edirsən, qardaş, axşam mənə yardım eləyə bilərsən, söz vermək məcburiyyətində deyiləm. Yox qardaş, eləyə bilmərəm, bitdi. Amma söz verdin mi deyir, əməl etmək məcburiyyətindəsən. Yəni söz vermək kimi məcburiyyətin yoxdur. Qardaş, bu işi görə bilərsən, görə bilmərəm, bitdi, bu qədər. Allah sənə də, mənə də bərəkət versin. Amma söz verdin mi? Qardaş, narahat olma və s. Artıq mən səndən narahat olmalı deyiləm. Çünki sən müsəlmansan. Müsəlmana iş tapşırılanda ki, bunu belə eləmək lazımdır. Gələ sənin işin gözün arxada qalmasın. Müsəlmandır, qardaşdır, işi həll eləyəcək. Söz verib adam. Sadiqdir, doğru sözlüdür. Amma baxırsan ki, Allahın rəhmətliklərindən başqa belə deyil. İnsanların əksəriyyəti nə danışırlar fikir vermir. Nə sözünə, nə əməlinə və s. İnsanların ikinci ən çox yalan danışmış olduqları məqam evlilik vaxtı. Evlilik vaxtı insanlar bir-birlərinə elə sözlər verirlər ki, sən məclisdə şahid olan bir insan olaraq tüklərin biz olur, qorxursan. Deyirsən, heç adam belə söz verər yəni. Narahat olmaya deyir, nə deyirsən, hə desən üçün. Nə deyirsən, deyir hə, nə deyirsən, deyir hə. Deyirsən, qardaş, bu günün sabahı var. Sən hələ bu günə qədər dediyin şeylərin 1/3 özvə eləməmsən. Necə olur ki, qarşı tərəfə söz verirsən? Nə üçün? Evlənmək üçün. Və bu tərsinə də olur. Bəzən qadın söz verir, narahat olmaya deyir. Bərabər elm öyrənəcəyik, elm oxuyacaq. Gecəmiz, gündüzümüz Quran olacaq. 10 ildir müsəlmandır, Quranı açıb üzündən oxumayıb. Evlilik əsnasında deyir ki, səni hafiz eləyəcəm. Sənin özünə hafiz eləyən lazımdır. Sözlərə baxırsan ki, elə sözlərdir ki, mümkün deyil. Adam o adam deyil. Ramazan ayında açıb Quran oxumayıb, evlənəcəyi qadına deyir ki, səni hafiz eləyəcəm. Uşaqlarımız olacaq, hamısı hafiz olacaq. Hamısı elm tələbəsi olacaq. Mümkündür belə şey? Mümkün deyil. Ona görə evlilik əsnasında insan gələ Allahdan qorxsun. Çünki mələklər yazırlar. Allah Azze ve Celle buyurur ki, Ya eyyuhəl-ləzine əmənu, əğfu bil-uqud, ey iman gətirənlər, əhdlərinizi qoruyun, deyir Allah Azze ve Celle. Təsəvvür elə, Allah 7 qat səmanın üzərindən ayə nazil edir ki, əhdini qoru, sadiq ol. Az öncə dediyimiz kimi söz vermək zorunda deyilsən. Gəl denən ki, mən buyam. Yəni, nə olacaq Allah bilir. İrəliyə doğru Allah bizim önümüzü açacaqmı, açmayacaqmı, nə olacaq Allah bilir. Amma vəd verdinsə, söz verdinsə, sözünü yerinə yetirmək məcburiyyətindəsən. Qardaş deyir ki, evlənəndə deyir, zövciyə dəvə söz vermişəm. Biri deyir ki, maşın söz vermişəm. Biri deyir ki, 3 dənə at söz vermişəm. İndi zövcə deyir, at istəyir məndən, ala bilmirəm. Ala bilməyəcəksən, sən at görmürsən həyatında, yox. Ata minmirsən, yox. Təsəvvür elə verdiyi sözə bax, çıxa bilmir işin içindən. At, dəvə söz verir. Niyə? Çünki evlilik vaxtı elə bir vaxtdır ki, şirin andır. Nə söz verirsən, verirsən. Qarşıdakini razı salmaq üçün, o da səni razı salmaq üçün deyir, narahat olmayın. Nə vaxt verərsən, verərsən.
O da deyir ki, mən dünya malında gözüm yoxdur. Üstündən 1 ay keçir, 2 ay keçir, hanı deyir dəvə, hanı at, tələb eləyir. Hanı mənə söz verdiyim maşın? Ona görə insanlar gələ verdikləri sözlərə diqqət etsinlər. Rahiməhullah bununla bağlı bir qissə anlatır. Bilirsiniz, Süleyman aleyhisselam heyvanların dilini bilir. Və bir gün əshabı ilə bərabər bir yerdən keçəndə görür ki, 2 dənə sərsədir. Biri dişi, biri erkək. Erkək olan sərsə, dişi olan sərsənin ətrafında dönür dolaşır. Ona bir şeylər deyir. Və Süleyman aleyhisselam deyir ki, əshabına. Deyir, bilirsiniz, deyir, o ona nə deyir? Deyir, o ona evlilik təklif eləyir. Onunla evlənmək istəyir. Ona deyir, vəd verir ki, səni filan bir yerdə, filan dağın üstündə yaşadacam deyir. Fəqət deyir, maraqlısı deyir, odur ki, nə elə bir yerə sərsə çıxa bilmir deyir, nə də elə yerdə sərsə ümumiyyətcə yaşamır deyir. Amma deyir, söz verir. Bunda ibrət var insan üçün. Gələ insan o şirin anı aldanmasın. Yaxşı andı, xoş andı, amma verdiyin əhdə sadiq olmaq kimi bir məcburiyyətin var. Söz verdinsə əməl etməlisən, bunun fərqində olmalısan. Ona görə insan gələ doğru sözlü olsun. Və ikincisi, məsələmizin ən mühüm hissələrindən birisi, Allah subhanahu wa ta'ala buyurur ki, Ya eyyuhəl-ləzine əmənuttaqullaha və kunu ma'as-sadiqin. Ey iman gətirənlər, sadiqlərlə bərabər olun. Yəni, olmağın yetmir. Allah Azza və Cəllə əmr edir ki, doğru sözlü olanlarla, sadiq olanlarla bərabər olun. İnsan özü sadiq olduğu kimi, oturub durduğu insanlar da sadiq olmalıdır. Oturub durduğu insanlar da doğru sözlü olmalıdır. İnsan özü doğru sözlüdür, amma ətrafında olan hamı yalancıdır. Belə ola bilər, belə ola bilməz. Mütləq sən də bir gün təsirlənəcəksən. Mütləq bir gün sən də o pis əxlaqdan əxlaqlanacaqsan və insanların gözündə sənin yenə dəyərin olmayacaq. Mən sadiqəmsə, mənim ətrafımda olan insanların da sadiq olması lazımdır. Sən sadiqsənsə, sənin ətrafında olan insanların da sadiq olması lazımdır. Əgər sən sadiq, ətrafındakilər yalancıdırsa, olmayacaq, yürüməyəcək. Mütləq bir-birinizə bənzəyəcəksiniz. Ya o sənə, ya sən ona. Mümkün deyil. 2 insan yol yürüsün, amma ikisi də biri yalancı, biri doğru. Olmayacaq. Belə şey ola bilmir. Ona görə insan özü doğrudursa, ətrafında olan insanları da doğruluğa çağırmalıdır. Oturub durduğu hər bir yerdə insanları doğru olmağa dəvət etməlidir. Yalan danışma, doğru ol, Allahla sadiq ol, müsəlmanlarla sadiq ol, vədində doğru ol. Nəsiyyət istədi gənc bir adam səndən, de ki, bax bu din, Allah və Rəsulu bizdən doğru olmağa əmr eləyir. İşində, evliliyində, həyatında, hər bir yerdə doğru ol, sadiq ol. Uşaqlarımızı böyüdürük, yalancı böyütmə. Demə ki, ged anıya belə de, nəniyə belə de, olmaz. Sadiq böyüt, doğru sözlü. Məsələn, uşaq pis bir şey eləyir, uşaqdan elə bir tonda soruşur ki, uşaq qorxusundan yalan danışır, olmaz. De ki, ey oğlum, dürüst ol, qorxma. Uşaq cəsur olsun, qorxmasın sözünü deməkdən. Belə olsa, uşaq doğru sözlü olaraq böyüyəcək. Amma təəssüflər olsun, bəzi müsəlmanların səbəbi ilə uşaqların əksəriyyəti yalan danışır. Vermiş olduğu tərbiyənin gərəkdirdiyidir ki, yalan danışır. Və son olaraq, bir məsələyə də toxunub inşallah mövzumuzu bitirəcəm. Abu Bakr radiyallahu anhudan soruşurlar ki, ey Abu Bakr, doğruluq nədir? Abu Bakr radiyallahu anhu deyir ki, doğruluq əmanət əhli olmaqdır. Doğruluq əmanət əhli olmaqdır. Bir insan sadiq olmaq istəyirsə, doğru sözlü olmaq istəyirsə, bunun yollarından birisi əmanətləri qorumaqdır. Az öncə danışdığımız məsələlərdə olduğu kimi bu məsələdə də istər kiçik, istər böyük, hər şey əmanətdir. İnsanın gördüyü, eşitdiyi insana əmanət olaraq qalmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, məclislər əmanətdir. Məclislər əmanətdir nə deməkdir? Nə qədər müsəlman bunu fəhm eləyib, başa düşüb? Başa düşdükdən sonra əməl eləyib. Misal verəcək olsaq, bu məclisdə bugün sənin şahid olmuş olduğun şeylər, bu qapıdan çıxdın mı səninlə bərabər bitməsi lazımdır. Əmanət əhli olmaq budur. Bitdi. Nə görmüsənsə məclisdə, məclisdə qalır, bitdi. Bu sənin üçün əmanətdir. Bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin xəbər vermiş olduğu bir şeydir. 2 müsəlman arasında söhbət eləyir. Üzlərini bir-birindən çevirdikləri zaman o mövzu onlar üçün əmanətdir. Amma bu günləri baxırsan ki, təəssüflər olsun. Peşmansan birinə deyəsən ki, əmanətdir. İçində bir şey qalır ki, yox ey qardaş, bir dənə də WhatsAppda səs at. Ayrılmısan, 10 dəfə demişsən əmanətdir. Bir də WhatsAppda səs atırsan. Deyirsən, qardaş, bax, əmanətdir. O deyir ki, narahat olma.
Narahat olma deməyilə evin yıxılmağı bir olur. Təsəvvür elə adam deyir, narahat olma. Narahat olmağa artıq başlayırsan. Və bu müsəlmana yaraşan sifət deyil. Nəinki müsəlmana, kişiyə yaraşan sifət deyil. Biz atalarımızdan, babalarımızdan da belə görmüşük. Onlar məclisdə olan şeyi başqa yerdə danışmağı, iki kişi arasında olan söhbəti başqa bir yerdə danışmağı ayıb bilirdilər. Kişiliyə sığışmaz bu deyirdilər. Amma indi baxırsan ki, insanların əksəriyyəti nə dini din kimi bilirlər, nə də kişiliyi kişiliyi kimi bilirlər. İkisinə də zərər gətirir. Həm dininə, həm kişiliyinə. Əmanət əhli olmaq lazımdır. Əmanət əhli. Və bunda əmanət əhli olduğumuz kimi gözümüzdə də əmanət əhli olmalıyıq. Bizə aid olmayan şeylərə baxmamalıyıq, gözümüzü qorumalıyıq. Əmanət əhli olmaqdan, əmanət əhli olmağın yollarından birisi budur. Məsələn, qardaşımızın biri yanımızda oturub telefonla iş görür. Onun telefonuna baxmaq olmaz. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim qardaşının məktubuna baxarsa, sanki deyir, cəhənnəm ateşinə baxmışdı, deyir. Bax gör, nə qədər kiçik gördüyümüz şeylər var. Bəsitə aldığımız şeylər var ki, bizə adi gəlir. Həyat yaşayır, ancaq Allahın rəhb etdikləri istisna. Qiyamət günü hamısının hesabı var. Bütün həyatın, bütün ömrün hesabı var. İnsan gələ əmanət əhli olsun. Həmsinin əmanət əhli olmağın başqa yollarından birisi sənə əmanət edilən şeyləri qorumaqdır. İstər dillə əmanət, qardaşım bu sənə əmanətdir. İstərsə də bir müslümanın başına bir iş gəldikdən sonra onun geridə qalanlarına sahib çıxmaq. Bu da əmanətdir. Əmanət əhli olmaq budur. Əmanət əhli olan kişilər qardaşlarının başına bir iş gəldikləri zaman elə edirlər ki, həmin o qardaşlara ailələrindən narahat olmur. Vəfat etdiyi zaman, dünyadan köçdüyü zaman, başına bir sıxıntığı gəldiyi zaman onun əhli narahat olmur. Onun əhli bilir ki, sadiq olan kişilər var. Əmanət əhli olan kişilər var. Onlar ki, Allahla sadiqdirlər. Onlar ki, möminlərlə sadiqdirlər. Əmanət əhli olmaq budur. İndi biz öz nəfsimizə sual verməliyik. Vəfat edən qardaşlarımız oldu, dünyadan xəstəlik səbəbi ilə və s. başına sıxıntı gələn müsəlmanlar oldu. Mən nə qədər əmanət əhliyəm? Mən nə qədər o qardaşlarımın geridə qalan övladlarına qarşı sadiqəm? Vaxt var idi, o qardaşımla çörək yeyirdim, dostluq eləyirdim, bir safda dayanırdım. İndi onun övladı evdə oturub boynu bükük, nə bayram bilir, nə bayramda müsəlmanların üzünü görür. Belə sadiqlik olar məgər? Sadiqliyi bıraq. Vallahi bu cahiliyyədə belə kişiliyə sığan bir şey deyil. Çörək kəsmiş olduğun adam deyirlər də, düzdür? Yeyib içdiyin, çörək kəsmiş olduğun bir adam ölsün, vəfat eləsin. Dünyadan köçsün, başına bir sıxıntı gəlsin. Sonra da onun əhli az alsın. Cahiliyyədə belə şey yoxdur. İslam ən izzətli yoldur, ən izzətli, ən şərəfli yoldur. Bu yolda belə şey ola bilər. Allah Azze ve Celle ona göre bize doğrularla beraber olmağa emredir. Allah Teala o gün, yani kıyamet günü Allahu Allah Azze ve Celle diyecek: "Haza yevmu yenfe'u sadiqina sidquhum." Bugün doğru olanlara doğruluklarının fayda verdiği gündür diyor Allah Azze ve Celle. Dikkat edin. Allah diyecek ki bugün doğru olanlara, az önce ne kadar ki doğruluklardan danıştık. Doğru olanlara doğruluklarının fayda verdiği gündür. Lahum cennetun tecri min tahtiha al-anhar halidin fiha abadan. Allah Azze ve Celle diyor ki onlar için ağacları altından çaylar axan cennet var ve onlar orada ebedi kalacaklar. Kim üçündür ya Rabbi bu vəd? Sadiq olanlar üçün. Dikkat edin, həmin bu gün, yani kıyamet günü Allah Azze ve Celle sadiq olan kişileri öz kitabında mövzu eləyib, məsələ eləyib. Və qiyamət günü onlara nə vəd verir? Cənnət, ağacları altından çaylar axan cənnət. Həqiqətən Allah Subhanahu ve Teala'nın bu böyük qurtuluş, əzəmətli qurtuluş adlandırmış olduğu şey sadiq olan kişilər üçündür. Allah Azze ve Celle'den istəyirəm ki bizi sadiq olan kişilərdən etsin. Allah Azze ve Celle'den istəyirəm ki Allah ile, onun Resulü ile, müminlerle aramızı doğru etsin. Allah Azze ve Celle'den istəyirəm ki bizi bu yola, hak yola, izzetli, şərəfli yola yönəltdiyi kimi Allah Azze ve Celle bizi şərəfli yolda da canımızı alsın. Allah Azze ve Celle'den istəyirəm ki Allah Azze ve Celle bütün Müslümanların bayramını mübarek etsin. Allah Azze ve Celle'den istəyirəm ki Allah Azze ve Celle sıkıntı altında olan bütün Müslümanlara yardım etsin. Allah Azze ve Celle bayramda sıkıntıda olan bütün Müslümanların sıkıntılarını aradan kaldırsın. Allah Azze ve Celle kalplerimizi sabit etsin. Allah Azze ve Celle xəstə olan ne kadar insan var onlara şəfa versin.
Allah Azza və Cəllə müsəlmanların burada xəstə olan övladlar var ki, Allah Azza və Cəllədən istəyir, Allah onlara şəfa versin. Allahdan istəyir ki, Allah Azza və Cəllə darda olan bütün müsəlmanlara yardım etsin. Allahümmə amin, Allahümmə amin, Allahümmə amin. Və axiru davanən elhamdülillahi rabbil alemin. Bayaq qucaqlaşıb bayramlaşa bilmədik. Qardaşlar təşrif edirlər ki, bayramlaşaq inşallah.